Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Bugünkü videomda sizin üçün çox ləzzətli, demək olar xəmir, eynən Napoleon xəmiri kimi bir xəmirdir. Üzəri xırçıltılı, içərisi yumuşaq, çox dadlı, ləzzətli limonçik şirniyyatını hazırlayıram. Əvvəlcə xəmirini yoğururuq. Xəmir üçün bizə lazımdır 650 qram un, 650 qram onda hər zaman reseptlərimdə, videolarımda istifadə etdiyim 200 ml stəkan ölçüsü ilə 5 stəkan un eləyir. Unun üzərinə 250 qram soyuducudan götürdüyümüz bərk, soyuq margarin yağını sürtkəcin iri gözündən keçirdirik. İstəsəniz fərq etməz, 250 qram kər yağından da istifadə edə bilərsiniz. Sadəcə bu cür xəmirlər margarin yağı ilə daha da gözəl alınır. Və gördüyünüz kimi 250 qram soyuq yağı, bərk yağı sürtkəcin iri gözündən keçirdirik. Burada vacibdir ki, yağ mütləq çox bərk olsun və soyuq halda, soyuducudan götürüb bərk halda istifadə edəsiniz. Yağla unu adi, yəni umaç kimi tam olaraq umaç halına gətirmirik. Bizə lazımdır ki, burada yağ soyuq halda qalsın unun içərisindəki. Sonda da nəticə, yəni xəmir eynən Napoleon xəmiri kimi qəşəng xırçıltılı alınsın, qat-qat alınsın. Ona görə çox az, demək olar ki, biraz əlimlə ovuram və unla yağı qarışdırıram. Amma yağ yenə də əlimdə hiss eləyirəm belə dən-dən qalıb, soyuq halda qalıb. Biraz əlimlə bunu umaç halına gətirdikdən sonra orta hissəsində bir oyuq açıram. Mən xamadan istifadə edirəm burada. 2 stəkan xama götürmüşəm. Yəni qramla 400 qram xamadır. 400 qram xamanın üzərinə 3 yumurtanın yalnız sarısını əlavə edirəm və 1 paket, yəni 10 qram da qabartma tozu əlavə edirəm və bunları ayrıcana bir qabın içərisində qarışdırıram. 1 paket vanili də unun içərisinə əlavə edirəm. Və gördüyünüz kimi yumurtanın sarısıdır, qabartma tozudur və xamadır. Bunları yaxşı-yaxşı qarışdırırıq. Hətta onu da qeyd edim ki, burada həm yumurtanın sarısıdır, həm xamadır. Bunları da mən soyuducudan götürmüşəm. Yəni soyuq halda istifadə edirəm ki, xəmir Napoleon xəmiri kimi qəşəng alınsın. Siz də bu cür etsəniz, həm yağ soyuq buz kimi olsa, həm xamadır, həm yumurtadır. Bunlar hamısı soyuq olsa, xəmir çox gözəl alınacaq. İnanın ki, eynən demək olar ki, Napoleon xəmiri kimi bir xəmir alınacaq. Möhtəşəm alınacaq. Ona görə siz də bu ərzaqların hamısını, yəni xəmir üçün lazım olan ərzaqları çalışın soyuq halda istifadə edin. Yəni ondan başqa bütün ərzaqlar demək olar ki, soyuq idi. Və görürsüz, mən xəmiri qətiyyən burada yoğurmadım. Çox adi xəmirdə olduğu kimi yoğurmuram. Sadəcə Napoleon xəmiri kimi belə altdan üstə doğru gətirərək xəmiri toparlayıram. Toparladıqdan sonra baxın, burada da sizə göstərdim. Yağlar görsən içərisində dən-dən qalıb. Və xəmiri eyni bərabərdə olmaqla gözəyarı olaraq 3 hissəyə bölürəm. Böldükdən sonra xəmirləri biraz kündələyirəm. Yəni yumru dairə formaya salıram və hər birini ayırardıqda salfanın içərisinə yerləşdirib xəmiri mən gündüzdən hazırladım. 1-2 saata kimi demək olar soyuducuda saxladım. Soyuducuda 1-2 saat qaldıqda xəmir də çox gözəl olur. Yəni nəticədə gözəl alınır. Xəmiri soyuducunun buzluq olmayan adi gözündə saxlayırıq və soyuducuya yerləşdirirəm. Qeyd etdiyim kimi 2 saat müddətində soyuducuda saxladım və indi isə içlik hazırlayıram. İçlik üçün bizə 2 orta boy limon lazımdır. Limonları təmiz-təmiz yuyuruq, üzərini quruladıqdan sonra limonun qabığını, yəni sedrasını ağ hissəsi düşməmək şərti ilə sürtkəcin ən kiçik gözündən, ən xırda gözündən keçirdirik. Daha sonra isə limonları 2 hissəyə bölürük və gördüyünüz kimi limonun şirəsini sıxırıq. Yalnız bizə suyu lazımdır, bir də sedrası, sarı hissəsi lazımdır. Amma mütləq çalışın ki, baxın belə bunu, yəni qabıq hissəsini, sedrasını rəndələyərkən ağ hissə qətiyyən düşməsin. Çünki limonun ağ hissəsi acılıq verir. Ona görə çalışın ki, yəni yenə də qeyd edirəm, sürtkəcdən keçirdərkən limonun bu sarı hissəsini ağ hissəsindən qətiyyən düşməsin ki, içliyiniz acı alınmasın. Limonun şirəsidir, limonun qabığıdır. Yarım çay qaşığı sarı kök və ya limon rəngi qida boyasından da yarım çay qaşığı istifadə edə bilərsiniz. Rənginə görə əlavə edirəm. 1 paket vanildir, 4 yemək qaşığı qarğıdalı nişastasıdır. 1 stəkan su və 1 stəkan da şəkər tozu əlavə olunmalıdır. Mən burada şəkər tozunu tamamilə unutmuşam, əlavə etməmişəm. Amma siz çalışın, qətiyyən unutmayın. Və bunları yaxşı-yaxşı qarışdırıb qarğıdalı nişastasını tam açdıqdan sonra yumurta çırpıcı vasitəsilə ocağın üzərinə yerləşdiririk və ocağın vam atəşində əlimizi dayandırmadan tam qatlaşana qədər qarışdırmaq lazımdır. Qeyd etdiyim kimi mən burada şəkər tozunu unutduğum üçün
Artıq qatlaşmağa yaxın olanda dadına baxanda hiss etdim ki, mən bura şəkər tozu əlavə etməmişəm və tez qatlaşmağından, baxdım ki, nəysə çatışmır. Dadına baxanda gördüm şəkər tozunu tamamilə unutmuşam. Ona görə tez 1 stəkan şəkər tozu və 50 ml də əlavə su əlavə etdim ki, bunu yaxşı-yaxşı qarışdırım ki, topa düyün şəklində qalmasın və nəticə həqiqətən də gözəl oldu. Tez bir zamanda artıq mən gördüyünüz kimi içliyi bərpa etdim. Yaxşı-yaxşı qarışdırdım. Tamamilə açıldı və pıqqa-pıqqa qaynayana kimi qarışdırıb ocağı söndürdüm və ocaqdan götürdüm. Tez soyması üçün bir başqa qabın içərisinə əlavə etdim. Qabın üzərində də qaysaq bağlamasın deyə, yəni üzəri qaysaq bağlamasın, ona görə üzərinə də bir salafan örtürəm və tam soyuyana qədər gözlədirəm. Hər bir şeyə təbii ki, çarə var. Mən çarəsini tapdım, əlavə etdim. Yəni içliyimi hazırladım. Amma siz ərzaqları əlavə edərkən içliyə çalışın ki, şəkər tozunu unutmayın. Mütləq reseptə baxın, yəni elə hazırlayın. Xəmirimi də 2 saat müddətində soyuducuda saxladım. 1 saat da saxlaya bilərsiniz. Əgər vaxtınız varsa elə gündüzdən edin və soyuducuda 1-2 saat saxlayın. Və 2 saat keçdikdən sonra xəmir hamısını yox, bir-bir götürürəm soyuducudan və üzərinə altına un səpərək yayıram. Bu xəmiri yayarkən çalışın biraz incə şəkildə yayın ki, çünki xəmir qatlanacaq. İçərisi, yəni xəmir çox qalın qalmasın. Bir də sobada bişərkən 40-45 dəqiqə müddətində bişirin ki, yəni üzəri altı tez qızarıb içərisi xəmir qalmasın. Ona görə biraz az atəşdə bişirin ki, yavaş-yavaş bişsin. Həm yavaş-yavaş bişdikdə qəşəng qatları alınır, həm də xəmirin içərisi çox gözəl bişmiş olur. Baxın, gördüyünüz kimi belə incə şəkildə xəmiri yayıram. Və yaydıqdan sonra demək olar ki, hər bir xəmiri də 8 kündəyə bölürəm. 7-8 kündəyə. Biraz kənarları hamar olsun deyə, istəsəniz kənar hissələrini kəsib çıxarda bilərsiniz və mən ilk kündədə kəsib çıxartmadım. Biraz xətkeş vasitəsilə kənarlarına düzəliş verdim, amma digər xəmirlərin kənarlarını kəsdim ki, düz olsunlar. Təbii ki, xəmirin kənar hissələrindən kəsdiklərimizi də israf etmirik. Onlardan da sonda bir dənə kiçik ölçüdə kündə düzəltdim, yaydım və mütəkkək formasında kəsib elə bu içlikdən əlavə edib bişirdim. İnanın ki, çox gözəl alınır. Və belə gördüyünüz kimi uzun lentalar kəsirik. Hər bir xəmirdən 7-8 ədəd lenta kəsilir. Və kəsdikdən sonra hər birinin içliyinə 1 çay qaşığı dolu içlikdən əlavə edirik. Bir də içlik soyduqdan sonra üzərindəki salafanı götürün və biraz qaşıqla qəşəng qarışdırın ki, biraz yumşalsın içlik. Çünki tərkibində nişasta olduğuna görə qalıb soyduqda biraz bərkiyir. Onu qaşıqla biraz belə qarışdırıb yumşaldırsınız, daha sonra isə xəmirin arasına qoyursunuz. Baxın, 1 çay qaşığı dolu içlikdən əlavə edirik və gördüyünüz şəkildə bükürük. Hər birini bu üsulla hazırlayırıq. 3 gündən 3-ünü bu üsulla hazırlayırıq və məsafəli şəkildə listimizə düzürük. Bunları hazırladıqdan sonra qətiyyən gözlətməyə, digər şirniyyatlar kimi soba listində gözlətməyə ehtiyac yoxdur. Birbaşa artıq başlayırıq bişirməyə. Son kündənimə yaydıqda artıq sobamı yandırıram, sobam isinir. Mən öncədən isidilmiş sobada, mən konveksiya rejimində 150 dərəcədə bir 40 dəqiqə müddətində demək olar ki, bişirdim. Çünki 40 dəqiqədən artıq, yəni tez götürməyin ki, içərisi xəmir qalmasın. Qeyd etdiyim kimi yayanda da incə, nazik yayın ki, xəmir gözəl bişsin. Öncədən isidilmiş sobada mən konveksiya rejimində 150 dərəcədə sobanın ən alt gözündə 40-45 dəqiqə müddətində bişirib götürdüm. Təbii ki, sobalar fərqlidir. Ola bilər sizin sobanızda biraz aşağı dərəcədə də bişə bilər və ya yuxarı dərəcədə də bişə bilər. Amma konveksiyasız 180 dərəcədə bişirə bilərsiniz. Baxın, üzəri çox az belə xəfif qızarır. Yəni qızarma demək olmaz, biraz saralır. Alt hissəsi isə amma tamamilə qıpqırmızı xına kimi qızarmalıdır. Buna baxmayaraq iç hissəsi də, yəni içərisi də qəşəng bişməlidir. Bu reseptlə tam olaraq ikilis şirniyyatlarımız alındı. Xəmirin kənarlarından kəsib çıxartdığım o artıq xəmirləri də kündəliyib videoda gördüyünüz kimi mütəkkə formasında bişirdim. Onlar elə bişən kimi isti-isti uşaqlar yedilər, çox bəyəndilər. Tam soyduqdan sonra da üzərlərinə bolluca şəkər pudrası səpdim. Çünki xəmirin tərkibində şəkər olmadığı üçün içlikdə biraz həm tuş məzə, həm şirin içlik olduğuna görə üzərinə bolluca şəkər pudrası səpəndə və şəkər pudrası da buna çox gözəl bir dad vermiş olur. Demək olar ki, dadını tamamlayır.
Üzəri qəşəng xırçıltılı, içərisi yumuşaq, həm şirin, həm turşməzə bir şirniyyat alınır. Çox ləzzətlidir. Kim ki limon sevir, bu şirniyyatı çox bəyənəcək. Bu limoncik şirniyyatının içliyini adi bir ədəd limondur. Rondodan keçirdirsiniz. Üzərinə 1 stəkan şəkər tozu, 1 yemək qaşığı qarğıdalı nişastası əlavə edib qarışdırıb da içlik olaraq istifadə edə bilərsiniz. Amma həmin içliklə edəndə həm içlik çoxdur alınır, xəmirin içərisindən bişərkən süzülür, axır, həm də limon onda biraz acılıq verir içliyə. Ona görə mən o içliyi xoşlamıram, sevmirəm, ona görə bu içliklə hazırlayıram. Sizə də limonçik şirniyyatını sırf bu içliklə hazırlamağınızı məsləhət görürəm. Gördüyünüz kimi xəmir çox kövrəkdir, üzəri xırçıltılı, içərisi yumuşaq. Möhtəşəm bir şirniyyatdır. İçliyi də içərisindən qətiyyən axmır, süzülmür. Necə yerləşdirirsə o cürdə qalır. Hazırlayan hər kəsə nuş olsun. Çox dadlı bir şirniyyatdır. Göz haqqınızı halal edin. Videonu bəyənib yaxınlarınızla paylaşmağı unutmayın. Yeni videolarda görüşmək ümidilə sağ olun, salamat qalın. Allah əmanət olun. Əgər videonu bəyəndinizsə, Kəmalə Kərimli 82 kanalına abunə olun, videonu bəyənib şərh yazmağı unutmayın. Dəstəyiniz Kəmalə xanım üçün motivasiya mənbəyidir. Paylaşılan videoları bəyənib şərh yazanlara öncədən təşəkkür edirik.